Beynəlmiləşmə istiqamətinin inkişaf etdirilməsi üçün atılmış addımlardan biri də təbii ki, beynəlxalq imtahan mərkəzlərinin fəaliyyət göstərməsidir. Və bunlara misal olaraq biz Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən IELTS İmtahan və Qeydiyyat Mərkəzini göstərə bilərik. IELTS İmtahan və Qeydiyyat Mərkəzi artıq fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı iştirakçının imtahan verdiyi bir mərkəz olaraq xüsusilə imtahanların şəffaflığı və birbaşa British Council tərəfindən təşkil olunması və keçirilməsi sayəsində öz obyektivliyini, şəffaflığını illərdir ki, qoruyub saxlamış və bir çox insanın xaricdə təhsil arzusunu reallaşdırmış imtahan mərkəzi olaraq fəaliyyətini davam etdirir. 23-24 oktyabr tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. Və bununla da imtahan verənlər müxtəlif aspektlərdən həm öz biliklərini yoxlamaq üçün ingilis dili müəllimlərini bu kontekstdə qeyd etmək istərdik, həm tələbələrimiz xaricdə təhsil üçün hazırlaşan dövrdə, həm doktorantura üçün imtahan verməyə hazırlaşan tələbələrimiz, həm də Naxçıvan Dövlət Universitetindən kənar müəssisələrdən və ümumilikdə Muxtar Respublikamızın və Azərbaycanın müxtəlif bölgələrindən istənilən şəxs IELTS imtahanını Naxçıvan Dövlət Universitetinin IELTS İmtahan və Qeydiyyat Mərkəzində verə bilərlər. Nəticədə mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Həmçinin iştirakçılar 6.5 və ya daha yüksək nəticə əldə etdikdə imtahan üçün ödənilmiş vəsait onlara geri qaytarılır. Bugün universitetimizdə növbəti rəsmi IELTS imtahanı keçirilir. İmtahan dünən və bugün olmaqla 2 gün ərzində nəzərdə tutulmuşdur. Həm dünən, həm də bugün namizədlərin həm danışıq, yazı, oxu və dinləmə bacarıqları yoxlanılır. Qeyd edim ki, bu dəfə imtahanda ümumiyyətlə 15 nəfər iştirak eləyir. İştirakçılar arasında universitetimizin 4-cü kurs tələbələri, hansı ki, magistratura pilləsi üzrə təhsillərini xaricdə davam etdirmək istəyirlər. Həmçinin universitetimizin müəllim heyətindən namizədlər və orta məktəb şagirdləri də iştirak edir. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin IELTS Qeydiyyat və İmtahan Mərkəzində beynəlxalq imtahanlar tələbata uyğun olaraq 3 aydan bir keçirilir. Növbəti IELTS imtahanı yanvar ayında baş tutacaq. Badəm Əliyeva, Əkbər Vəliyev, NDO xəbər.